kadar yol boyunca bütün stansiyalar en yüksek standartlara cevap verir ve bugünkü muasir Azerbaycanımızı güçlü devlet sınıfında gösterir. Dəmir yollarının abadlaşdırılması, qurulması istiqamətində çox böyük işlər görülür. Mən bu artıq rəqəmləri səsləndirmişəm. Davos Dünya İqtisadi Forumu, dünya miqyasında ən mötəbər beynəlxalq təşkilatlardan biri olan Davos Forumu Azərbaycanda dəmir yollarının keyfiyyətini təyin edərkən hesabatda göstərir ki, dəmir yollarının səmərəliyi baxımından Azərbaycan dünyada 12-ci yerdədir. Dəmir yollarının keyfiyyətinə görə 34-cü yerdədir. Bunları son illər ərzində bizədir. Dəmir yollarının abadlaşdırılması, qurulması, dəmir yolu xidmətlərinin təkmilləşdirilməsi istiqamətində son illər ərzində xüsusilə Cəlil Qurbanov mən bu vəziyyəti təyin edəndən sonra böyük irəliləyir. Həm Azərbaycan artıq beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevrilibdir. Bakı-Biristat dəmir yolu istifadə verilibdir. Şimal-Cənub nəqliyyat dəhlizi işləyir və yük daşımalar kəskin artır. Eyni zamanda ölkə daxilində infrastruktur təzələnir. Yeni müasir Stadler İsveçli istehsalı vaqonlar alınmışdır. Bu vaqonlar dünya miqyasında hesab edilir ən gözəl və təhlükəsiz vaqonlar. Dəmir yolları tikilir, stansiyalar tikilir, şəhər ətrafı dəmir yolu indi uğurla inşa edilir və bugün mən Pirşağıdan artıq Bakıya çox rahat gəlmişəm və gələn il artıq Sumqayıt-Pirşağı dəmir yolu birləşəcək və beləliklə dairəvi formalaşacaq. Yenə də gələn il investisiya proqramında əlavə vəsait nəzərdə tutulacaq ki, biz dəmir yolu şəbəkəsini genişləndirdik. Dəmir yolu həm bizim iqtisadi gücümüzü artırır və Azərbaycan bir çox ölkələr üçün önəmli dəmir yolu məntəqəsinə çevirir. Eyni zamanda vətəndaşların rahatlığı üçün bu çox böyük əhəmiyyət var. İndi Bakı-Gəncə sürətli qatarın işləməsi yönünə qədər böyük dəyişiklik gətirir ölkəmiz. İndi Gəncə-Ağstafa sürətli dəmir yolunun işə salınması istiqamətində işlədir. Bundan sonra da böyük işlər görülür. Qəbəliyə qədər, Şağdağa qədər dəmir yollarının tikintisi nəzərdə tutulur. Bakı-Yalama, Astara, Ələt dəmir yolunun reabilitasiyası nəzərdə tutulur. İşlər çoxdur və bu yolçuları mən təbrik edirəm. Bu işlər münasibətilə və sizə yeni uğurlar arzulayıram. Sağ olun. Asıl xidmətlə dolayı, asıl xidmət və hamıda xidmət var. Olar. Salam aleyküm. Allah yeter tutsun. Kurban olarım. Ben adına ben de böyle kaçta var ya. Ben dedim silah sizden almışsın onu. Kurban olarım size. Siz değil Aslan'ı yaz. Mehmet ve Samaya İbrahim'dir. Ben yaz yine. Bangkok bak bu. Kurban olarım bir daha ben sana kurban olarım. Ne diyorsun sen benim Telefonda yaz. Ne ben verdim bilsin. 2500 lira film Ya, telefon. Sizden alaka sağlanılacak. Telefonda olun. Telefonda beşikler sağlanacak. Yok. İyi yani. Rahat olun. 2500 lira film. Evet. Rahat olun. Allah'ım zamlarım can. Allah seni sağlasın. Ne boyu açıldı yani. Sen iyi geldin. Onlar
Allah size can sağlık. Nefret ediyoruz. Siz bizimle bir şey lütfen. Hamdolsun Allah'a. Tamam. Tamam. Güzel. Etkar kanununa ulaşmak için. Arkadaşlar.